Avropa Şəhərci 2026-nın keçirilməsinin əlaqədar olaraq Avropa İttifaqı nümayəndəliyi ilə yanaşı bir sıra Avropa ölkələrinin səfirləri Gəncəyə səfər ediblər. Avropa İttifaqı ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq mövzusuna həsr olunan tədbirin iştirakçılara Avropa İttifaqı, onun fəaliyyəti və Azərbaycanın əməkdaşlığı barədə məlumat əldə etmə imkanı yaradıb. Tədbir çərçivəsində iştirakçılara bütün yaş qrupları üçün zəngin və əhatəli fəaliyyət proqramı, müsabiqələr, Avropa və Azərbaycanın rəqs və musiqi proqramı təqdim edilib. Qeyd eləyək ki, Avropa İttifaqının flaqman layihəsi olan Avropa Şəhərci ikinci dəfədir ki, Gəncədə keçirilir. İlk tədbir isə 2016-cı ildə təşkil olunub. Bu il biz Azərbaycanla tərəfdaşlıq sazişinin imzalanmasının 30 illiyini qeyd edirik. Elə gözəl bir təsadüf oldu ki, bu ilki Avropa Şəhərciyinin açılışı məhz bu 30 illik yubileyə təsadüf etdi. Stendlərimiz buradadır, müxtəlif maraqlı fəaliyyətlər təşkil olunub. Bu şəhərcilik çərçivəsində bir sıra Avropa dövlətlərinin mədəniyyətindən, tarixi ilə bağlı bukletlərlə tanış oldum. Ən çox xoş gəldiyi Macarıstanın deyək ki, bir Avropa Birliyinin bukletləri oldu. Çox məmnunam.